Deməli, bir daha salam. Növbəti sürpriz. Bugün Xaçmaza yollanırıq. Bunu birbaşa deyəcəyik. Nəyə görə? Çünki bugün qaynımın oğlu Mehdinin ad günüdür. Bəli. Sürpriz Xaçmaza gedirik. Sürpriz eləyirik, heç kim bilmir. Birbaşa çıxırıq yola. İnşallah ki, hər şey yaxşı olacaq. Allah Məhəmməd yaydı. Çatdırıq, az qaldı. Buradan qəşəng bir yer var, Şirniyyət yeri. Qəşəng tort alırıq, gedirik. Oyuncaq çox, seçim çox, amma tapmıram. Bəlkə maşın, belə bir şey. Ana, yekə olsun da amma. Bu nə boydadır? Düşündürücü nə ola bilər? Bilmirəm ki. Cybertruck. Start bunu keçən dəfə özünü sürməyə çalışdıralım. Bax, çox maraqlı bir şeydir ya bu. Uşaqlar üçün. Mehdi, deməli belə edirsən. Bateriya və taxılar olacaq. Ondan Ömərə deyirəm. Maraqlıdır ya. Qəşəngdir. Açdı. Kitabımıza bax. Малыш, давай будем вместе у алфавит. Антилопа, белка, верблюд, Qəşəngdir ya. варежка, единорог, İyi Çox qəşəngdir axı. Hə, bax, bunu götürəcək. Hə, bax. Neçə verəkdir? 1, 2, 3, 4 dənə. Var da bu xeyli. Hə, Şöyle var. şeydə xırda-xırda çox baxır. Hə, var da. Çox qəşəngdir. Bundan 2 dənə verin mənə, zəhmət olmasa. Hə, var. Orada rəngləmə deyəsən yer qoyublar. Nəsə yoxsa? Bucaqları bir də, bucaqlar bir. Hə. Hə, vardır. Çox qəşəngdir axı. Ağırlar. Hə, var. Bu harasın? Onu baxır. Hə, bu səs azaltıb çıxartmaq musiqisi. O nə gözəl. Çox gözəldir ya. Çox xoşuma gəldi. Bu bizim dövrdə vardı. Tamam, indiki piyano da var burada. Buna bax hələ. Desən budur. Eyni ikisi də. Evet. Ya bu deyil. Oo, super. Говорящая книжка. Çox gözəl. Dəhşət hissidir. Tortumuzu aldıq. Gedirik evə. Axır ki. Bayaqdan yığışamıram valla. Tort seçdik. 2 maraqlı hədiyyə seçdik. Bayaqdan zəng edirlər, gəl. Gəlirik. Güya sürpriz idi, amma biliblər. Eyb yox. Mehdi, nə yaxşı ki varsan. Qaqaş deyirdim mənə. Salam, necəsən? Təbriklər edəyim. Mübarəkdir, şadlığa gələr, inşallah böyük toyunda. 2 dənə çəkmirsən, eyb yox. Bununla qalıb gediyor, çadır. Bəh, nə gözəl süfrə. Mübarəkdir, həmişə şadlıq edəsin. Həmişə toy eləyə bu yerdə. Çox qəşəng olub, çox. Evimizi təzə remont edirik. O belə bir şey. Neyim var? Allah qoysa, bir dəfəlik yığılacaq bura. Süfrə nə gözəl. Leylan əl işi olar bu. Çox qəşəng.
Neçə yaşın olur? 0 yaşım olacaq az qaldı. İndi neçə yaşın var? Bir. İndi 0 yaşım olacaq. Yuxarıdakı neçə yaşdır? Yuxarıdakı 2. İndi sənin neçə yaşın var? 2. Yox, 2-dən sonra neçə gəlir? 2'den sonra 3. Bəs 3-dən sonra? 3'den sonra 4. Bəs 4-dən sonra? 9. Gəlib çıxmırıq bizim 5-ə. 5 olacaq yoxsa? 90 olacaq. Sən güc deyil də. Mehdi yandırıram özüm tək. Arzularım üzümdən görünür də, ən xoşbəxt günümdür. Əzizlərim hamısı yanımda. Əsasən də bu keçməşlikli həyatdan bizi bu günə gətirib çıxaran Mehdi. Sağ salamat Allahın köməkliyi ilə. 5 yaşı tamam olur bu gün. O gün olsun ki bu 5'ler üst-üstə gəlsin, yüzə çatsın. Can sağlığına, ağıllı başlı, xeyirli bir evlad olsun Mehdim. Ata-anasının belə gözünə çıraq olsun. Amin. Xoşbəxt olsun həyatda, ağıllı balı olsun, yaxşı oxusun, universitetə girsin, elmli bir xadim olsun. Amin. İnşallah. Amin, amin. Mənim gözəl qızım dünyanın ən gözəlidir. Mahirə xanım, mənim ürəyim. Allah balamı xoşbəxt eləsin. İnsanlar kimə görəndə polis olaram. İnşallah. Əsgərlik olaram. Allah İnşallah, bütün inşallah. arasında olanlara sağlam salih evlat. İnşallah. Всё. Hoş günler. Allah Bir tane sağlık sesim versin, var. sağlamdır. Amin. Görüşünler inşallah. Sabahlı elimde olsunlar. İmanlı olsun, imanlara şamil olsun inşallah. Amin. Sözü kulasan olsunlar ve isteklerini Allah nasip etsin inşallah. İnşallah, inşallah. Can sağlığı arzulayıram. Həmişə Allah bir valideynləri dillər bir başına çıraq eləsin həmişə. Uğurları bol olsun. Ən önəmlisi odur, fəxr eləsinlər valideynlərə bax. Amin. Mən Allah sağlam uzun ömür versin. Belə baxıb həmişə fəxr eləyək, hamımız fəxr eləyək. Nənəsi toyun görsün, babası toyun görsün, ata-anası fəxr eləsin. Həmişə fəxr eləsin. Balalarımızla bağlı nə arzunuz var ha? Hamısı reallaşsın, problemsiz. Belə çox belə su kimi, hə, bəli, su kimi rahat reallaşsın, imanlı olsunlar. Mahirəmi Allah xoşbəxtlərin xoşbəxt eləsin. Sağlam olsun, bəxti gözəllərin gözəl olsun. Ki, mən bu nəvəmi 105 yaş olsun. Bu əşya mənim özümə var. Bu artıq 2 ildir mənim yanımda. Bunu mən sənə hədiyyə edirəm. Allah həmişə səni qorusun, maşallah söylüyor. Qızıldır, sancaq. Həmişə üstündə saxla. Bundan birinin əhd eləmişdim sevgiyə, birinin də əhd edin öz əşyam kimi səni. Salamat. Allah həmişə bir olsun ki, Mehdi'nin babası sənə versin. Çıxırıq artıq, hazırıq. Yavaş-yavaş. Bura necədir? yaxşı. Başa gəlir bura. Gör nə gözəl yerdir. Nə bax çəkək oranı. Qəşəng yedi içdik, kabab çəkdik. İndi də çıxmışıq gəzməyə. Təmiz hava, qəşəng. Bu əmi baladır. Tofiq Quliyevi. Tofiq Quliyev kimdir? Mənim müəllimim Eldar Quliyevin atası, bəstəkar. Bax, Xaçmazda mən nəyi xoşlayıram ən çox? Muzeylər, nə bilim, sənət adamları, nə bilim, heykəllər. Onlara çox güclü qiymət, belə hörmət eləyirlər. Yəni nümunəvi. Məsəl üçün bu maarifləndiricidir. Ələsgər Ələkbərovu. Bax görürsüz. Yəni bilməyənlər üçün də, tanımayanlar üçün də bir dərsdir, bir. Nə bilim, bu hissələrini çox sevirəm. Leyla yenə əl işləri ilə məşğuldur. Sənət əsəri yaradır. Qaynanası ilə qaynatasını çəkir. Hal-hazırda Heydər Əliyev adına Mədəniyyət evinin qarşısındayıq, Xaçmazda.
Burada özəlliyi nədir, nə xoşuma gəlir? Bax, bu yol boyu bütün sənət adamları, yaradıcı insanların heykəlləri, adı, familiyası, doğum bir tarixi və baxaq. rəhmətə getdiyi tarix. Deməli, burada Münəvvər Kələntarlı Gözəl aktrisamız. 1912-ci ildə doğulub, 1963-cü ildə vəfat edib. Burada Nəcibə Məlikova, bəh, Allah rəhmət eləsin. Gözəl. Nəcibə Məlikova. Bax, bu yol boyu sağ və sol yol hamısı sənət adamlarımız, bəstəkarlarımız, aktrisalarımızın şəkilləri, adları, Vaqif familiyaları. Mustafazadə sağda. Həsən ağa Turabov. Çox gözəl, Həsən ağa Turabov. Allah sizə rəhmət eləsin. Gözəl sənətkarlar. Çox gözəldir. Mədəniyyət sahəsində bütün əməyə keçən məşhur insanlar, həqiqətən də mədəniyyət sahəsində iz qoyan insanların burada gözəl heykəlləri var. Bu da insanlara göstərir ki, yaddan çıxmamalıdır bizim gözəl dahilərimiz. Hazırlaşırıq çıxmağa. Qaynım sağ olsun maşın şüşələrini silir zahirlə. Qoyma arxaya. Güzgülərimi silir ki, rahat gedək, səliqəli gedək. Qəşəng, rahat. Çox sağ ol, təşəkkürlər. Yola çıxırıq. Allah Məhəmməd, ya Əli.